Forum çərçivəsində günün ən önəmli tədbirlərindən biri baş tutdu. Belə ki, Bakı şəhər mükafatı qlobal təsir üçün mənzil həllərinin genişləndirilməsi adlı tədbir UN Habitat arenasında keçirildi və elə UN Habitatın icraçı direktoru xanım Rozbax, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxışlar etdilər və xanım Rozbax Azərbaycanın şəhərsalma sahəsində bütün dünya üçün bir miras qoyduğunu da açıqladı və həmçinin tədbir çərçivəsində Bakı şəhər mükafatının da təqdimatı keçirildi. Tədbirdə çıxış edən BMT-nin icraçı direktoru xanım Rozbax şəhərsalma probleminin BMT-nin qlobal gündəliyinə daxil edildiyini deyərək bildirib ki, bugün Azərbaycanla 500-dən artıq fərqli təcrübəni bir araya gətiririk. Əsas məsələ bütün şəhərsalma təcrübələrinin beynəlxalq ictimaiyyət üçün əlçatan olmasını təmin etməkdir. BMT-nin Azərbaycanla əməkdaşlıq etməkdə qətiyyətli olduğunu deyən icraçı direktor ölkəmizə yüksək səviyyəli təşkilatçılığa görə təşəkkür edib. Bakı şəhərsalma mükafatının təsis edilməsini yüksək təşəbbüs kimi qiymətləndirib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərsalma mükafatının artıq start götürdüyünü deyərək bunu Azərbaycanın dünyaya verdiyi bir miras olduğunu, həmçinin şəhərsalma sahəsində ayrı-ayrı ölkələr, qurumlar və təşkilatlar üçün həvəsləndirmə rolunu oynayacağını deyib.